bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və cinayətkar birlikdən söhbət gedir. Bir qrup şəxs, yəni bu qabaqcadan əlbir olmadan, hazırlıq olmadan, yəni insanlar təsadüf nəticəsində yaranan əlbirlik nəticəsində şəxsi həyatdan məhrum etmək istəyirlər. Və burada belə deyək də, heç də şəxslərin mütləq qaydada ölümdə birbaşa iştirakı nəzərdə tutulmur. Biz iştirakçılığın bu bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, cinayətkar birlik və mütəşəkkil dəstə bu iştirakçılığın formalarıdır. Və iştirakçılığın özünün də 4 növü var. Təhriki, təşkil edirik və bu əmələ görə Cinayət Məcəlləsinin 32-ci maddəsində nəzərdə tutulmuş iştirakçılığa əlavə istinad eləmirik. Amma əgər şəxs təşkilatçı, təhrikçi və köməkçidirsə və